Salam. Uşaqlarınızı tənə vurmayın. Bir də misal vuram biləyizə. Sən gedibsən mağazadan süt alıbsan. Süt də ləbələb doludur. İndi sən seyirsən ahistə, aram yol gedirsən ki, nə mən ola ki, bunun sütü tökülməsin. O yüzden bir nəfər gəlir sənə tənə vurur, bu süt tökülür yarısı. Adı indi sən aram gedirsən, yoxsa tələssən da, seyirsən tez gedirsən. Niyə üçün də niyaran deyilsən ki, bu süt töküləcək. Uşaqlarımız da dəqiqən budur. Əgər uşaqlarımız heysiyyət və hörməti mən edədə, mən inənə saxlamasam və uşaq bilməsə ki, bu heysiyyət, hörməti sizin yanınızda çoxdur, tənə vurmaqla bu hörmət və heysiyyəti vursaz bir-birinə və onda sizin də heysiyyət, hörmətinizi saxlamayacaq. Uşaq da qorxmayacaq ki, bunun eşdə heysiyyətini sındıralar. Eşdə uşağın heysiyyətdə sındırsalar, heç özü gətirməyəcəkdir. Ona görədir ki, din İslam bəhsə təqafülü gətirir qabağa. Yəni mənə. Yəni sən gör, amma üzən gətirməcənən. Ta bunun heysiyyət və hörməti sənin yanında sınmasın. Uşaqlarımızın hörmətlərini, heysiyyətlərini sındırın. Uşağımızın eybindən xəbərimiz olsun. Amma uşağımız bilməsin ki, biz onun eybindən xəbərimiz vardır. Bu təqafülü ciddi tutaq və əməl eləyək. Nə qədər eləyə bilsək uşağımızın ərzişi mənzilətini aparaq yuxarıya. Ta özgələr də bizim uşağımızın ərzişini aparsın yuxarıya. İnşallah məvəffəq olasınız. Ya Ali Mədəd.